Bir gün getmişik, çörək yeyirik. Nəysə 4 nəfəri, 2 qadındır, 2 də kişiyik. Bir dənə də ailə orada ad günü keçirdir. Babadır, nənədir, oğuldur, kürəkəndir, qızıdır, nəvədir. Bir nəfər də qadın var, bu qadından xoşum gəldi. Nəysə beynimə vurdu. Durdum yerə, onların içine getdim salam, nuş olsun buyur. Dedim mən bu qadını alacağım. Durdular, ara qarışdı, İstolu çəkdilər, çıxdılar, getdilər. Sonra bunu da alacaq getdim, buharda yaşayır, nəyəcə öyrəndim, axtardım, tapdım, bu Semaşkada işləyir, həkimdir, nəysə. Subaydı. Subaydı, 3 ay, 3 il bunu da alacaq getdim, ama demirəm mənim, axırı bundan razılığa gəldik. Dedi, bəs gəl atamın razılığı, atasına getdi, dedi, razıyım mən bu kişilə yaşamağa. Atası da Dərmanzadatda o yüzden bir razılıq aldık, gəldik. Dərmanzadatda razılıq verdi. Dedi, haydi yaşı çoxdur, dedi, o 27 yaşı var idi, onda mənim 50 yaşımdadır belə. Nəysə, ən maraqlı cəhət odur, gəldi, indi bir neçə, indi yaşayırıq. Bir gün bundan o restorana yeni gedində, oradan o zaman dedi, o kişi sənsən, dedim mən deyiləm, dedi sənsən, dedim mən deyiləm. Dedi, o kişi sənsən deyiləm, dedim mən deyiləm. Durdu başladı, taksi yotdu, qaçdı evlərinə, dedim mən sana gəlməyəm, sən dəlisən. Hələ evlənməmişsiniz. Yox, yaşayırıq, amma o restorana demirəm mən, bilsəm mənlə xoşdur. Çörək yiyəm də, birdən ora apardım, birdən beyninə gəldi, o kişi sənsən, dedim mən deyiləm. O stol dağdan dedim, mən deyiləm, durdu qaçdı evlərinə, ayak etdim, mən deyiləm, deyirlər sənsən. İndi qızla da savaşdılar ki, yaqin etsə münasibət olubdur, sən yalandan deyirsən, okka versən, nəysə. Bir de barıştık, neyse ondan da bir evladım var, bir oğlumdan da yine bir kutarı. Hamısı bir yerde 5 oğul, bir kız. Uşaqlarımızın münasibətləri zaten ben gidin şey eləmirəm ki, insan talihdir, her şey olur. İnsan... Ama birinci yoldaşınızı boşanmışsınız. Yok, boşamamışım, ya boşamamışım, sonra qalır. Nəcəb razılaşıb bəs? Niye razılaşmış ki? Bizə nədən? Şah kimi yaşayır, o da ikisi də. Yəni, məsələ bəyəm puldur ki? Çox şey əllə eləyir. Qadınları xoşbəxt eləyə bilirsiniz? Əlbəttə ki. Əlbəttə ki. Adətən belə situasiyalarda 2 qadından biri də xoşbəxt olmur. Vallahi ikisi də xoşbəxtdir. İkisi də deyir ki, sənin ayağa dayan bizim ürəyimizə dəysin. Bəs sizin bu qədər malınız, mülkünüz olmasaydı? Bana sahip çıxmazdı. Oldu məsələ, bu. Belədir. Yaxın